Deməli, heç bir mürəkkəb dizayn proqramı bilmədən, heç bir əziyyət çəkmədən, sırf OS telefonunuzla cəmi bir necə saniyə ərzində OS profiliniz ucun, oyun hesablarınız ucun super bir loqo yarada biləcəksiniz. Bu tətbiqə daxil olursunuz, biraz gözləyirsiniz, tətbiq tam şəkildə acilir və yüklənir. Yükləndikdən sonra sizdən sadəcə adınızı sorsacaq. Bura OS adınızı və ya oyundakı nikinizi yazırsınız və davam düyməsinə basırsınız. Baxın, gördüyünüz kimi tətbiq OS-u avtomatik olaraq Asagida sizin adınıza uyğun yüzlərlə hazır, bir-birindən xüsusi və diqqət çəkən eidman loqolarını çıxarır. Siz sadəcə bu loqolardan bəyəndiyinizi seçirsiniz, istəsəz rəngini, şriftini, arxa fonunu OS zövqünuza görə dəyişirsiniz və saniyələr içində yüksək keyfiyyətdə telefonunuza yaddasa verirsiniz. İndi mən də videoda OS adıma uyğun bir loqo hazırlayaraq bütün mərhələləri sizə canlı göstərəcəm. Baxın dostlar, indi eyni ilə mən etdiyim kimi addım-addım gedirik. Məsələn, mən bura OS adımı daxil edirəm və davam et düyməsinə basıram. Gördüyünüz kimi sistem instantlı isə dusur və qarşımıza bir-birindən fərqli, rəngarəng, tund və eidman üslubunda yüzlərlə hazır variant çıxarır. Buradakı hər bir dizayn xüsusi olaraq seçilib və siz istədiyiniz birini seçib üzərində tam azad şəkildə dəyişiklik edə bilərsiniz. Şriftin olcusunu boyudub kiciltmək, yazının rəngini dəyişmək və ya arxa fona fərqli effektlər əlavə etmək tamamilə sizin zövqünüzdən asilidir. Hətta bəyənmədiyiniz bir detalı silib yerinə başqa bir element də qoya bilərsiniz. İndi mən özümə ən çox bəyəndiyim bu xüsusi dizaynı seçirəm, biraz rəngləri ilə oynayıb görünüşü daha da diqqət çəkən edirəm. Sonda isə yuxarıdakı yaddasa ver düyməsinə basaraq şəkli tam yüksək keyfiyyətdə telefonuma yükləyirəm. Siz də eyni ilə bu üsulla cəmi bir neçə dəqiqənizi ayıraraq özünüzə möhtəşəm profil şəkilləri hazırlaya bilərsiniz.